İnsan özünə zülm edir. Və zülmün, günahların ən böyüyü olan şirkdir. İnsan bu ən böyük günahla yalnız özünə zülm edir. Öz nəfsinə zülm edir. Allaha bu günahla qarşı gəlməklə, hansı ki Allah yaratdı ki onu təkləşdirsinlər, yalnız ona ibadət eləsinlər. Bütün peyğəmbərləri insanlara yalnız La ilahə illallah, Allahdan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur kəlməsini çatdırmağı üçün göndərdi. Ən böyük zülmə, şirk, hansı ki ümmət batıb, boğulur bu zülmətdə. Hansı ki insanlara tövhidə gəl, şirkdən uzaq ol deyəndə, sənə ağılsız bir insan kimi baxırlar. Necə ki zamanında Rasulullah sallallahu aleyhi ve sellem bu günahdan, bu zülmətdən insanları çəkindirəndə, ona sehirbaz dedilər, ata ilə oğlun arasını ayıran dedilər, dəli dedilər, şair dedilər. Və eləcə də indi haqqı dəvət edənlər, La ilahə illallahı insanlara çatdıranlar, şirkə, hər hansı bir insana, hər hansı bir daşa, dəmirə ibadət eləmədiyəndə, sənə naqis adam kimi baxırlar. Deyirlər ki, sən həqiqəti bilmirsən. Bunlar özlərinə zülm ediblər. Hansı ki Allah subhanətələ onları da bağışlayar, əgər tövbə etsələr, əgər Allahdan bağışlanma diləsələr, günahların ən böyüyü, ən üstünü, Allah subhanətəlanın bağışlamayacağı yeganə günah şirkdir. Çünki Allahın haqqına, Allaha aid olan şeyə iddia edirlər başqalarına. Onun üçün Allah subhanətələ şirk edənləri bağışlamayacaq, əgər tövbə eləmirlərsə. Onlar şirk eləməklə heç bir kəsə yaxud heç bir nəyə ziyan eləmirlər. Yalnız özlərinə zülm edirlər. Pis əməllərlə yanaşı, günahlarla yanaşı ən böyük zülm öz nəfslərinə şirkdir. Amma onlar tövbə eləsə, Allah subhanətələ onları da bağışlayar. Allahın rəhməti, mərhəməti böyükdür. Allah subhanətələ ayədə buyurur ki, kim bir pis əməl edərsə, yaxud öz nəfsinə zülm edərsə, sonra Allahdan bağışlanma diləyərsə, Allahı bağışlayan və rəhimli tapar. Subhanallah, bu qədər günahlara baxmayaraq, aləmlərin Rəbbi olan Allah günahları bağışlayır, günahlardan keçir. İxlasla.com saytı tərəfindən təqdim olundu.